bir 20 gün əvvəl Sumqayıtdan olan Cavid Mustafayev qardaşımıza YouTube vasitəsilə, YouTube'da canlı açaraq Cavid Mustafayev qardaşımıza sizin köməyinizlə müəyyən qədərdə, yəni müalicələrin, dərmanların alınmasında köməklik elədik, birləşdik. Onun dərmanlarının alınmasında vəsait topladıq. Demək, bu qardaşımız üçün Cavid, familiyası nədir? Mustafayev. Cavid Mustafayev qardaşım üçün 4 az yaşlı övladı var, oğul övladı var. Yığılan vəsaiti bir dənə göstər. 1572 manat vəsait yığdıq. 1572 manat. Və gözəl insanlar, dəyərli xalqım, mərhəmətli xalqım. Siz öz birliyinizi göstərdiniz, qarşınızda baş əyiləm. Bugün artıq Cavid Mustafayev, Sumqayıtdan olan qardaşımız dünyada yoxdur. Onun 4 oğul övladı var idi. Axırıncısı son 5-i idi. Hardasa 2 yaşı olardı. Artıq dünyada yoxdur. Allah məkanını cənnət eləsin. Mənim bu videodan sizə çatdıracağım odur ki, bir-birinizin həyatda qədrini bilin, bir-birinizə dəyər verin, xəstələnəndə bir-birinizin xəstəlik vaxtında yanında olun. Kimsə yıxılıbsa əlindən tutun, kimsə kömək istəyirsə köməklik eləyin. Baxın, Cavid qardaşımızın ən azı 20 gün yaşamağına siz xalqımız, millətimiz ən azından 1 manat, 3 manat, 5 manat nədir demədiniz, göndərdiniz, köməklik elədiniz. Ən azından 20 gün də yaşadı, ən azından övladlarının yanında oldu 20 gün. Allah hər birinizi var eləsin. Həqiqətən də Allah o kişinin də məkanını cənnət eləsin. Minnətdaram, var olasınız dəyərli xalq.